Salam, hər vaxtınız xeyir olsun əziz və dəyərli izləyicilər. Abbas Abbasovun işi üzrə proses ümumilikdə Ramiz Mehdiyev işində böyüməkdədir. Belə ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən istintaqa cəlb olunan və barəsində axtarış elan olunan Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb. Bu barədə Günün Səsi info özəl mənbələrdən məlumat əldə edib və Mərkəz Televiziyası olaraq bizim həmin mənbənin məlumatlarını sizlərin diqqətinə çatdırırıq. Abbas Abbasov bir neçə ay öncə Türkiyədə yaşayan övladlarının yanına gəlib və İstanbulda yaşayırmış. Daha sonra isə o düşünüb ki, Türkiyə hökuməti onu Azərbaycana təhvil verəcək və buna görə də bir neçə gün əvvəl təcili olaraq Moskvaya uçub. Məsələ ilə bağlı Günün Səsi infonun əməkdaşı, hətta onun oğlu sabiq deputat Aydın Abbasovla əlaqə saxlamağa çalışıb. Lakin Aydın Abbasov atası ilə bağlı olan məsələni şərh eləməkdən imtina edib. Belə ki, o əməkdaşının telefon zənglərini və mesajlarını cavabsız buraxıb. Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər ittihamı ilə istintaq aparılan cinayət işi üzrə növbəti qərar qəbul edilib. Cinayət işi üzrə toplanmış materiallar əsasında Azərbaycanın Baş nazirinin sabiq birinci müavini uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib. Ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçünsə barəsində axtarış elan olunub. Qeyd edilək ki, Abbas Abbasov 1992-ci ildən Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu müddət ərzində o bir neçə hətta dövlət komissiyalarının da sədri olub. 2006-cı ildə isə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb.